Sadəcə bir kündədən, yuxa açmadan qat-qat 15 ədəd qoğal hazırladım. Bunu da sizinlə bölüşmək istəyirəm. Videomu yaddaşa verib sona qədər izləyin. Dadı möhtəşəmdir. Qızlar, mütləq hazırlayın. 2 stəkan süd, ilik olmalıdır mütləq. Üzərinə 3 qaşıq şəkər tozu, 1 qaşıq maya əlavə edib qarışdırıram. 5 dəqiqə saxladım. Daha sonra üzərinə çay qaşığının yarısı duz, armud stəkanın yarısı duru yağ, 1 yumurta əlavə edib qarışdırıram. Ən sonda unu əlavə edirəm və yavaş-yavaş qarışdırıb əlimlə yumuşaq xəmir yoğururam. Unu hər zaman az-az əlavə edin ki, xəmir yumuşaq alınsın. Xəmiri qoyuram mayalanmağa. 1 saat keçdi. Xəmirim artıq mayalanıb. Gördüyünüz kimi çox gözəl xəmir və xəmirim çox da yumuşaqdır. Ələ yapışmasa da yumuşaq xəmir alınır. Bu ölçüdə açıram, yəni aça bildiyiniz qədər nazik açmaya ehtiyac yoxdur. Otaq temperaturunda olan çərək yağını hər tərəfinə yaxşıca xəmirin vurub bu qaydada qatlayıram. İçə doğru qatladım, daha sonra uzunluğu belə qatlayıram. Xəmiri qızlar qoyuram, üzərini də bağlayıb soyuducuda 1 saat gözləyir. Mən keçirəm içliyi hazırlamağa. 1 stəkan yarım un, 4 yemək qaşığı əridilmiş çərək yağını əlavə edib unu umac hazırladım. Üzərinə 1 stəkan şəkər tozu, çay qaşığının yarısı sarı kök əlavə etmişim. İçliyim hazırdır. Xəmirimi də artıq götürdüm. 1 saat soyuducuda saxladım. Təkrar bu qaydada xəmiri genişlədirəm. Yenə deyirəm, nazik açmaya ehtiyac yoxdur. Aça bildiyiniz qədər açsanız bəsidir. Təkrar üzərinə yumuşaq, otaq temperaturunda olan çərək yağından vururam. Yağını biraz bol edin. İçliyi də hər tərəfinə eyni qaydada yayıram yağın üzərinə və rulet formasında bükdüm. Bu qədər sadə qızlar. İstədiyiniz içliyi, yəni qozla da əvəz edə bilərsiniz, şor qoğalın içliyi ilə də əvəz edə bilərsiniz. 2 barmaq böyüklüyündə kəsib formaya yığdım. 15-20 dəqiqə təkrar gözlədim ki, qoğallarım mayalansın və üzərinə 1 yumurta, 1 qaşıq duru yağ, 1 qaşıq süd qarışdırıb qoğalların üzərinə yaxşıca vurub 180 dərəcədə üzəri tam qızarana qədər bişirdim. Artıq qoğallarım hazırdır, istidir deyə əlimə götürüb tam sizə göstərə bilmirəm, amma möhtəşəmdir. İnanın ki, qat-qat yuxa açıb hazırladığımız qoğallar qədər dadlı alınır. Yuxa aça bilməyən xanımlar bunu mütləq yaddaşa verin, hazırlayın. Videomu bəyəndinizsə, bəyən düyməsinə basıb yorum yazmağı unutmayın. Hələlik.